Necə deyib Bəxtiyar Vahabzadə, öz doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar. Günümüzün əsas problemlərindən biri də dil problemidir. İnsanlar öz doğma dillərini nə dərəcədə sevir və istifadə edir. Fərqli dilləri öyrənmək insanı müxtəlif mədəniyyətlərlə tanış edir, dünya görüşünü genişləndirir. Amma öz doğma dilimizi fərqli hallara salmaq, türk və rus dilləri ilə qatmaq bizim öz doğma dilimizi məhv edir. Bizim ölkədə başqa dildə danışmaq, əsasən öz dilimizə türk yaxud rus dilini qatmaq eleqantlıq kimi görünür. Bu hallar əsasən qadınlarda müşahidə olunur. İnsanlar öz gündəlik həyatlarında yaxud sosial şəbəkələrdə türk dilini öz dilimizə qataraq ağza yatmayan cümlələr istifadə edir. Bu sözlərin hər birinin bizim öz dilimizdə qarşılığı olmasına baxmayaraq, insanlar daha çox türk dilinə üstünlük verir. Daha çox istifadə olunan türk sözləri falan, zaten, çabuk və s. Bu sözlərin hər birinin bizim öz dilimizdə qarşılığı var. Məsələn, biz zaten sözü yox, onsuz da sözünü işlədə bilərik. Öz doğma dilimizi bu hallara salmaq xalqı məhv etmək deməkdir. Belə bir məşhur deyim də var. Bir xalqı məhv etmək istəyirsənsə, əvvəl onun dilini əlindən al.